Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Lənkəranlı İgid Rəcəbzadənin cinayət işinin bəzi detalları məlum olub. İttihama görə hadisə 2024-cü il dekabrın 17-sində paytaxtda Maştağa-Zabrat şosesinin Zabrat dairəsi istiqamətində yerləşən körpünün yaxınlığında baş verib. Belə ki, İgid Rəcəbzadə münasibətdə olduğu Lənkəran sakini Elnarə İbrahimova ilə onun işlədiyi kafedə görüşüb. Onlar birlikdə taksi ilə sözügedən körpünün yaxınlığına gediblər. Avtomobildən düşdükdən sonra tərəflər arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxsin zor tətbiq etdiyini görən zərər çəkmiş şəxs başçısına zəng edərək kömək istəsə də İgid hərəkətlərini davam etdirib. İttihamda qeyd olunur ki, Elnarənin onun ünvanından alay ifadədə işlətməsi təqsirləndirilən şəxsi daha da aqressivləşdirib. Bu səbəbdən də o daşla Elnarənin başına zərbələr endirib. Nəticədə Elnarə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb və bu zərər çəkmiş şəxsin ölümü ilə nəticələnib. Beləliklə İgid Rəcəbzadənin əməli Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə tövsif edilib. Məhkəmənin hökmü ilə İgid Rəcəbzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.